Ay başınıza dönüm sizin. Düşmüşsünüz Qurban Bayramı qurban. Ay bax burada sual verirəm bax. Burada baba açıq deyim, bax təmiz söhbət edirəm bax. Siz Allah, siz ölənlərinizin çoru, ruhu. Mənim sualıma düzgün cavab verin. Birinci sual verirəm sizə. Sual verirəm sizə. Kim sizin Qurban Bayramınızı quruca təbrik elədi? Yəni dost, tanış, mənim məsələn 1000, 2000, 3000 adam təbrik elədi. Başa düşdüm. Sizə sual verirəm. Kim elə sizin Qurban Bayramınızı təbrik eləyən oldu mu? Yəni telefonu ət verib yox ha. Ət verib yox ha. Eləcə quruca təbrik eləyən oldu mu? Oldusa mən yazın. Ya hə yazın, ya mən yazın. Yazın. Mən inanıram ki, hamınızı təbrik eləyiblər. Burada elə bir adam ola bilməz ki, ona küçədə, bayırda, qonşuda, telefonla, oradan, buradan, qohum, əqrəba yad Qurban Bayramın mübarək olsun deməyən olmayıbdır. Eşitməyən olmayıbdır. Mən düşünürəm da burada elə bir adam yoxdur. Hələ nəinki bir yerdən. Bəlkə yüzlərlə, minlərlə adam deyir, kimi görsə deyir, Qurban Bayramın mübarək olsun. Eləmi? Bax, burada elə bir adam yoxdur da, hamı sizli mənli elə bir adam yoxdur ki, onu bir və ya bir neçə adamlar Qurban Bayramı münasibətindən təbrik eləməsin. Eləmi? Eləmi? Yazın, yazın. Eləmi? Bax, burada hamınız yazırsınız. Ya şimdi birazdan ikinci sual vereceğim. Hələ bu yazma davam eləsin. Ay qardaş, hamı bir-birinə qoyun atır. Mənə bugün 2000 dənə qoyun atıblar. Ha, bu qətliyandır. Bu bayram deyil, bu qətliyandır. Ya sizə sual verirəm. Siz qurbanı kəsərək nə istəyirsiniz? Bax, sizə sual verirəm də. Qurbanı kəsərək, kəsəndə nə istəyirsiniz? Ay, əsas bax, kulminasiya nöqtəsi buradadır. Siz bilmirsiniz Allahdan nə istənilməlidir? Hakimiyyətdən nə istənilməlidir? Siz hakimiyyətdən istənilən 99%, 100% şeyləri siz hakimiyyətdən istəyirsiniz. Siz qurban kəsərək Allahdan istəyirsiniz. Eləmi? Niyə hakimiyyətdən istəmirsiniz? Almaniyada neçə milyon müsəlman var? Özə qatı müsəlmanlardır ha. Almaniyada heç olmasa 15 milyon, 20 milyon müsəlman var. Almaniya 80-90 milyon Almaniyadır. Haradasa deyək də 20% müsəlman var. 20 milyon müsəlman var. 20% müsəlman var Almaniyada. Deyək 15-20 milyon. Azərbaycanın 2 qatı qədər müsəlman Almaniyadadır. Eləmi? Yaxşı, niyə üst-üstə yıxsaq hamısını? Üst-üstə yıxsaq Almaniyada 20 milyon müsəlman heç 100 dənə qurban kəsmir. 100 qurban kəsmir. Niyə? Çünki xəstəliyinizə görə qurbanlar deyirsiniz. Almaniyada pulsuz səhiyyə var. Çünki yaşamağa görə, məhsula görə, yaşamağa görə qurban deyirsiniz, sosiala görə yaşaya bilərsən, pulun olsun. Almaniyada işsizlik pulu belə səni yaşada bilir. Nədən qurban kəsəsiniz? Yenə deyirəm, o qurban kəsəndə bala instituta girsin deyib kəsəsiniz elə, bala instituta girsin. Çünki bilirsən ki, savada olsa da pul verməyib deyə kəsəcəklər. Elə mi qardaş? Ona görə bu Qurban Bayramı ancaq qətliyam bayramıdır. Yadıma gəlir Rusun vaxtında, mənim yadıma gəlir Rusun vaxtında, hələ Heydər Əliyev təzə gələndə, Elçi bəy dönəmində, hələ insanların yaşamaq şəraiti yaxşı olanda yadıma gəlir. Qurbanlar kəsirdilər, kətdə 1-2 nəfər. İsmail qurbanıymış, nə bilim, nə qurbanıymış, kəsirdilər. Və o qurbanlar doğranırdı. Bütün heyvanı doğrayırlar. 7 yerə, nə bilim, daha yuxarı yerə, bərabər hissələr, bərabər şəkildə və hamısını kasıblara paylayırdılar. Bəzi hallarda kasıbları nəzərə almadan qohuma, qonşuya da paylayırdılar. Amma mənim dədəm bir neçə dəfə qurban kəsib, qohum qonşu yox, ancaq kasıblara paylayıbdır. Deyələmə, indi elə deyil. İndi qurbanı kəsirlər, cəmi 15 kiloluq, 20 kiloluq heyvan kəsiblərsə, 7 atanın evladı yeməlidir deyir. 7 dənə yarım kiloluq qoyurlar, o da qonşuya yarım kiloluq 7 dənə. Sonra manqalı yandırırlar, kebabdan qoyma deyirlər və salam. Ay başınıza dönün. Ay başınıza dönün. Belə olmamalıdır. Birincisi. İkincisi, qurban əti kəsildi də. O qurban əti 10 ailəyə verildi, tutaq ki, kəndin 10%-nə verildi. 20% kəsə bilsələr belə nə düşünəcək? Mənim hörmətim yoxdurmu? Mənə niyə verilmədi qurban əti? Bundan başqa,
Bakıda da yaxşı şey tapıblar, qurban əti. Qurban əti pulsuz olmalıdır, geri zəkalılar. Qoyunlar. Qurban əti pulsuz, qurban verirlər. Qurban sənə, qurban. Bakıda gəlirəm, bir də görəm, mən bir dəfə danışmışam, sizə yenə danışıram. Yasamalda qaldım, 2-ci Alatavada, polis mayorunun evində kirədə. Ev deyəndə ayna zad yoxdur, ha. Belə balaca bir otaqdır, belə bir bilindaja düşürsən, yerin altına. Hər nəysə, gəldim, bir də gördüm, yoldaşım deyir ki, ay Qabil, orada yazmışdılar, indi yoldaşım işdən gələndə görübdür, mənə deyir ki, orada yazmışlar, qurban əti olacaq, sabah qurban kəsiləcək. O, bilirsiniz, Alatavada o ət kəsilən yerlər var, o belə döngədə. Mən deyir, o döngədən yuxarı çıxıram da, orada qalırdım. Deməli, elə birinci sağa dön, nəysə. Sabah yoldaşım bir torba verdi ki, sən geyirsən işə, mən getməndə bayramdır deyə, yoldaşım getmir işə, mən gedirəm. Dedi, orada qurban paylasalar, sən də biraz götür də, bir payda sən götür. Nə olar ki, evdə neçə ayda ət yoxdur. Gəldim, nəysə, gördüm ayaqlarına. Dedim, qurban əti verirsinizmi? Dedi, hə, kilosu 9 manat. Yox, 8 manat. Dedim, nə oldu, adi vaxtda ətin kilosu 7 manat idi. Bu qurban əti pulsuz olmalı deyil mi? Dedi, qağa, nə danışırsan? Molla çağırtdırıb, ona pul verib, kəsiləndə şey oxutdurmuşuq, nə bilim, nəsə dua oxutdurmuşuq. Ona görə 1 manat artıq veririk kilosunda. Dedim, belə qurban ətinin nəysə. İndi sözüm ondan getmirəm. Bakıda da mod çıxıb da, pulunla qurban əti. Nə dua oxunubdur buna. Bax, o ərəbin duası oxunubdur. Mən güya o qurban ətini yeyəndə 100 il yaşayacam. Və yaxud sağlam can yaşayacam. Nə danışırsınız siz? Ay, yazıqlar. Bu Əli Abbasov deyir, Qabil bəy, sən prezident olsan cadugarlara, mollalara, baxıcılara hansı qanun hansı imtahandan keçəcəksə, sertifikatdan vergisini verərək işləyəcək. Hansı isə heç nə bacarmırsa, xalq aldadırsa, hamısını məcburi nəzarətə götürüb fabriklərə, zavodlara işləməyə göndərdirəcəm. Bacaran adam işləyəcək. Güclü adamlara hələ dövlət səviyyəsində dəstək veriləcək, dünyada tanıtdıracam. Əfsuslar olsun ki, bacaranlar çox azdır. Nəysə, bunu dedim sizə, biləsiniz. Qaldı ki, dostlar, əslində qalsa onu bacaran adamlar var, cadu deyək, dua yazmaq, nəsə eləmək də burada yazmışdı bir neçə, ekstrasenslik. Əslində qalsa onu həqiqətən bacaran adamlara mənim prezident olmağım sərf eləyir. Onlar, hər kətdə 40 nəfər var, 30 nəfər, 20 nəfər, 5 nəfər, 3 nəfər, hərə qabağına bir kasa qoyub xalq aldadır. Bunlar götürürlər, aradan çıxar və sərbəst. O bacara bilən adamlar da işini görər. Avropada da elədir, dostlar. Bu problem Avropada da var, açıq deyirəm sizə. Açıq deyirəm sizə, Avropada da var bu problem. Avropa ölkələrində qeyri-qanunu, yəni vergisini ödəmədən cadugarlıq eləyənlər var. Və onlar necə tanınırlar onlar? İnternetdə zada reklam eləmirlər. Sadəcə 5 o qədər güclüdülər ki, buradakılar o qədər güclüdülər ki, Əli, Vəli, Məmməd bir-iki nəfərin işini görür və sadəcə bilənlər gəlir bunun yanına. Sistemli şəkildə. Bilənlər gəlir bunun yanına. Necə ki, sən bir makleri eləyə bilirsənsə, iş görə bilirsənsə, sənin yanına gəlirlər, mənə da ev tap, mənə da torpaq tap, məni də vəzifəyə düzəlt, məni də işimi həll elə. Gəlirlər, eləcə də burada deyilir ki, bilənlər gəlir. Gəlir, indi bu Avropa elə düşovka deyil ki, o Avropa zəngin yerdir, elə düşovka deyil ki, dursun belə bunlarla məşğul olsun, amma bilsə məşğul olur, bilsə eləyir. Amma Azərbaycanda necədir? Polisə pulumu ver, kimi istəyirsən elə də kakala, kimi istəyirsən elə də dolandır, vəssalam. Deməli, deyilən vətənlər, kimi istəyirsən elə də qandır.